də bir ibrətamiz hekayət yerinə düşər istəylilər. Deyilənə görə ötən əyyamlarda iki qonşu el varmış. Bunların birinin ağsaqqalı, baş biləni Mətə adlı bir kişiymiş. Mətə yerin altını da bilirmiş, üstünü də. El oba başına and içirmiş. Günlərin bir günü qonşu elin baş bilənləri onun qapısına elçi gəlir. Mətə görür gələnlər əlini çörəyə vurmadı. Düşünür ki, yəqin ağır diləyə gəliblər. Çox fikirləşmədən elçilər deyir, bəs gərək atını bizə verəsən. Mətə onların istəyinə birdən-birə qərar vermir. Söz yayılır, az keçmir, el oba bir-birinə dəyir. Mətə görür bunlarınki davadır, səsküydür. Öz yan yörədəkilərinin də ağzını arayır. Görür yox, elə onlar da çaşbaş qalıb. Onun elçilərə nə deyəcəyini gözləyirlər. Çox çəkmir, Mətə elçilərə deyir. At istəyirsiniz, bu da at. Onlar bunu gözləmirdilər. Dönüb bir-birinin üzünə baxırlar. Eləmə tənbəllik, atı yedəklərinə alıb sağollaşıb yola düşürlər. Elə səhəri gün gəldikləri yolla da geri qayıdırlar. Mətəyə deyirlər, bəs gərək atın yəhər-yühənin də verəsən. Bu sözləri eşidən el-oba yenə bir-birinə dəyir. Başlayırlar oradan-buradan söz oynatmağa ki, kişi də atının yəhərini, yüyənini öz əlindən özgəyə verər. Bunlar çox deyirlər, Mətə az eşidir. Yəhər-yüyəni verib qonaqları yola salır. Bir ay keçir, 2 ay keçir, həmin elçilər Mətənin qapısını yenə döyürlər. Bu dəfə deyirlər ki, bəs filan yerdə torpaq var, onu bizə ver. Bunu deyəndə Mətə hay vurur. İgidlər toplanır, soruşurlar, xeyirdirmi? Deyir, bəs yarağa sarınmalıyıq. İgidlər deyir, əşi, atın getdi dinmədin. Yəhərin getdi dinmədin. Yüyənin getdi yenə dinmədin. İndi deyirsən bir qarış yerdən ötəri dava eləyək? Bunu eşidən Mətə deyir, at da, yəhər də, yüyən də özümünküydür. Torpaqsa elin obanındır. Buna dözmək olmaz. Haydi, atlanın. Görürsən? Hə.